Allah sizdən razı olsun. Sualda belə deyilir. Görürük ki, bir çox gənc ağlı nəqildən, dini dəlillərdən üstün tutur. Nəqlin əhəmiyyətinə məhər qoymadan, yalnız öz ağılları ilə qane olurlar. Bu barədə nəsihət verməyinizi xahiş edirik. Allahdan salamatlıq diləyirəm. Bu, ağlı nəqildən üstün tutan zəlalət əhlinin yoludur. Yəni onlar öz fikirlərini və ağıllarını Allahın kitabından və Rəsulunun sünnəsindən üstün tuturlar. Halbuki ağıllar məhduddur, qüsurludur. Nəql isə, yəni kitab və sünnə, kamildir, doğrudur və ona heç bir şübhə yaxın düşə bilməz. Müsəlman şəxs öz ağlını və fikrini deyil, Allahın kitabını və Rəsulunun sünnəsini önə çıxarmalıdır. Öz düşüncəsini Allahın kitabından və Rəsulunun, Allahın salamı və salavatı onun üzərinə olsun, sünnəsindən üstün tutmamalıdır. Uca Allah buyurur, Allah və onun elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. Peyğəmbər sizə nə verirsə, onu götürün. Nəyi də qadağan edirsə, ondan çəkinin. Sənin vəzifən Allahın kitabına və Rəsulunun sünnəsinə iman gətirməkdir. Allahın kitabını və Rəsulunun sünnəsini hər bir fikirdən, hər bir ağıldan, hər bir rəydən və deyilən hər bir sözdən üstün tutmalısan. Allahın kitabını və Rəsulunun sünnəsini önə çəkməlisən.